Mən istəyirəm ki, sən razılıq verirsən, biz də evlənək. Əgər xətrimə dəydimsə, üzr istəyirəm. Amma məqsədim bu deyildi. Sadəcə neçə vaxtda cəsarətimi toplaya bilmirdim, axır ki, bugün topladım dedim. Nigar, heç kimə görə özünü fəda eləmə. Sən həqiqətən də xoşbəxt olmaq artıqlamasına layiqsən. Zaman keçir. Sonra heç nəyə geri qaytarmaq mümkün olmayacaq, Nigar. Mən bu həyatları tək vuruşmalıyam bütün problemlərlə. Bu həyatda mənim bir qayğımı çəkən, məni bir başa düşən bir insan olmamalıdır. İncimə. Amma bunun adı egoist idi. Niye ki Nigar? Qayğı lazımdır sana. Nigar, mən sənə göstərə bilərəm o qayğını. Murada da dəstək olmağa hazıram. Necə ki, həmişə dəstək olmuşam. Amma Nigar, mənim oğlum başqa kişinin himayəsində böyüyə bilməz. Mümkün deyil, Nigar. Anar, sən doğrudan da egoistsin. Egoist. Mən Aysel'dən boşanacağım, Nigar. Bunu hər dəfə mənə dedirtmə. Başa düş bunu. Hakim sen bize bunu necə eləyə bildin? Ben artık onlara hiç cürə mane olabilmedim. Biz onları öz xoşbəxtliyimizə qurban verə bilmərik. Ayrılmalıyıq. Fikrimden geçenen yata bilmirəm.
sən də məni başa düşməlisən. Elə bilmə ki, mənim üçün asandır qərarı vermək. Yox, mənə səndən də çətindir. Amma başqa çıxış yolum yoxdur. Biz doğrudan da öz xoşbəxtliyimizə görə onları bədbəxt edə bilmərik. Uşaqlar bir-birini sevir. Həqiqətən sevirlər bir-birlərini. Ona görə bizim ayrılmaqdan başqa çaremiz yoxdur. Burada sənin günahın var. Nə də mənim. Həyat bizlə oyun oynadı. Özü də çox sərt oyun oynadı. Murat, sabahın xeyir. Sabahın xeyir. Sən niyə hazır değilsən hələ? Bir yere getməliydik ki, mən də hazır olum. Bəs axşam danışmadıq. Səhər yeməyinə gedəcəkdik axı. Ana, bax. Oğlum, dur hazırlaş, özümüz gedək. Hı? İkimiz bir yerdə gözəl gün keçirdik. Yaxşı oğlum? Yaxşı, əsl düz deyirsən. İkimiz bir yerdə gedək, həm evdə oturmaqdan sıxılıram. Gördün? Özün də istəyirsən. Dur hazırlaş, dur. Dur əl üzvü yuyum. Mən də aşağıda səni gözləyirəm.
Mənim gözlərim neyinir, yata bələm. Onlar elə şirin yatmışdı ki, kıymadım ki, oyadım. Şirinimdir də, şirinim. Gözəlimdir. Tek odur senin gözəlin. Yaxşı, birinci gözəlim sənsən. Ah belə. Səsi gəlir, hə? Bax, get. Kızımız durdu. Gülnaz'a verdim, bir de hazırlayıp düşeceği aşağı. Bax, yaxşı. Arsene ne oldu? Düşün canım, normaldir ki. Ofislə bağlıdır, biraz ona görə narahatım. Ne oldu ki ofiste? İşlədi dəzdim, bilmirsən. Yaxşı, mən gedim. Tikintiyə dəyməliyəm, oradan da ofisə getməliyəm, gözləyirlər məni. Gedim o problemləri görüm, neyə bilirəm. Ama gecikmeye yaxşı, hələ hazırlaşmalıyıq, getməliyik. Bugün elçilik də bilirsən. Nəhəyçilik. İlk üçün elçi gedirik də. Ha, yadıma düşdü, ha. Əsəl gör nə deyirəm, bəlkə heç mən getməyim, hə. Tabii atan oradadır da, axsaqqal adamdır. Mənə nə ehtiyac var ki? Niyə ana? Mən nəsə getmək istəmirəm. Onlar bəsdir də. Sən mütləq orada olmalısan. Papa da inciyər, İlkin də inciyər. Xahiş edirəm, istəmirəm aramızda problem olsun. Həm mənim yanımda olarsan, həm də ailəmizin ilk xeyir işidir. Yaxşı. Yaxşı, onda gedim işləri yoluna qoyum. Çalışıram tez gəlim. Hələlik. Hələlik. Oğlum başqa nəsə istəyirsən? İstəyirsənsə də utanma, sifariş eləyək. Əslində yumurtalar ha. Onu gətirəcəklər. Bilirəm, sevirsən yumurtanı. Əslində sən kimi qəşəng pişirmirlər amma. Çaya soydum, çayından iç. Nuş olsun. Çok sağ ol. Hı? Yumurtamız geldi. Çekeyim seni. Ha, olar. Bugün Leyla xalagil'e gideceğim. Niyə ki? Vəfaya elçi gelir. Orada olmalıyım. Hə. O da mən də oyun oynayaram. Ondan sonra dərslərimi eləyərəm. Ağıllı balamsın sen ben. Ama derslerin mütləq vaxtında elə, yaxşı? Sonra Yaxşı. saxlama. Narahat olma.
Sabahınız xeyir. Necəsiz? Tural, sən Elə mən də bura səhər yeməyinə gəlmişdim. Sizi gördüm, yaxınlaşdım. Sizinlə otursam mane olmaram ki, hə Murad? oğlum Tural məndən evlənmək istəyir. Necə yəni? O sənin sevgilindir? Hə? Sən Leymana? Sən Tural'la sevgilisən? Əyləş. Ay sağ ol. Sağ ol. Necə vaxt verimcə? Təsadüf də olsa yaxşı ki görüşdük. Mən də fikirləşirdim ki, görəsən gəlib tək yeməyi necə yeyəcəm. Əslində uşaqlıqdan öyrəşməmişəm tək yeməyə. Yadıma gəlir, o vaxtda anam süfrəyə yemək düzəndə ki, gəl çörək ye. Mütləq çıxırdım pəncərədən, baxırdım ki, görüm qonşu uşaqlardan kim var bu yerdə, elə onları çağırım bir yerdə yeyək. Yaxşı ki sizi gördüm mən. Deməli məndən acıq çıxırsınız, ha? Səhər yeməyi 100% restorandadılar. Eyb yox, mən bilərəm, nə edirəm. Arada gəlirəm bura. Həm yeməkləri çox dadlıdır, həm sakitlikdir. Nə bilim, rahat oluram burada. Doğrudan da sakit yerdir. Adam elə bilir buradan huzurlu yeri yoxdur. Elədir. Tural heç nə yemədin, çəkim sənə. Əziyyət çəkmə, çəkər. Murat, ye oğlum, soyutma yumurtanı, ye. Ye balam.
şey yaxşı olacaq. Hər şey yaxşı olacaq. Bunun da öhdəsindən gələcəm. Bugün hakimin üzünə elə baxacam ki, özdə çaşıb qalacaq. Bu həyatda bütün ağrı acılar ötüb keçəndir. Bu da keçəcək. Hə, Leyla. Bu da keçəcək. Vəfaya görə keçəcək. Yaxşı canım. Çox sağ ol. Hər şeyə görə minnətdaram. Sağ ol. Mən də səni öpürəm. Özündən müğayət ol. Sabahın xeyir qızım. Sabahın xeyir. Necəsən? Yaxşı. Sən necəsən? Belə gündə necə hiss eləyəcəm özümü? Əla. Nə vaxt gələcəklər? Bir xəbər deyib sənə İlkin? İlkin özü xəbər eləyəcək. Deyən kimi sənə deyəcək. Hə, bax mütləq deyə. Yaxşı. Yaxşı. Mən balam. Sən nə vaxt böyüdün belə? Mənim qızıma elçi gəlir. Sən bu dünyanın bütün gözəlliklərinə layiqsən. Bugün hər şey gözəl olacaq. Hər şey sənin ürəyincə olacaq. Çox sağ ol. İstəyirəm bugün hər şey yüksək səviyyədə olsun. Mən neynəsəm də sənin haqqını ödəyə bilmərəm. Bilirəm. Bilirəm mən böyütmək üçün necə əziyyətlər çəkmisən. Hamısından xəbərim var. Danışma. Eşidirsən? Sən mənim bu həyatdakı yeganə əziz varlığımsan. Məni bu həyatda saxlayan yeganə insansan. Sən olmasaydın heç bilmirəm başıma nələr gələrdi. Biz çox çətinliklərdən keçdik. Səni böyütdüm, oxutdum. Bu günlərə gəldik, çatdıq. Sən mənim ən əziz varlığımsan. İstəyirəm hər şey ürəyincə olsun. Paltara görə zəng eləmisən? Zəng eləmişəm. Birazdan gedib götürəcəm. Oradan çıxanda salona ged, yaxşı? İstəyirəm orada hazırlaşarsan. Ona nə ehtiyac var ki? Özüm evdə eləyəcəm. Yox. Salonda hazırlaş. Eşidirsən? Mənim qızım istəyirəm hamıdan gözəl olsun. Bir də o Sevil istəmirəm sənə yuxarıdan aşağı baxsın. Ay ana, yaxşı da. Niyə elə sözlər deyirsən? Sən ananın sözünə qulaq as. Eşidirsən? İstəmirəm o Sevil sənə əski bir insan kimi baxsın. Hər şey yüksək səviyyədə olmalıdır. Yaxşı. Mənim gözəlim. Bugün hər şey gözəl olacaq. Hə, sən get hazırlaş. Ay Allah. Qızımın bəxti gözəl elə. PlayStation'da yenə iddialısan, yoxsa zəifləmisən? Təbii ki də iddialıyam. Mən açığını deyim ki, mən əməlli başlı PlayStation'da özümü inkişaf elətdirmişəm. Yəni özümə rəqib zat görmürəm. Şey deyim, udaram mən səni. Sən məni. Mən 7-ci mərhələdəyəm, 7-ci. Sinif yoldaşlarım hələ 5-ci mərhələyə çata bilməyib. Əşi ona qalsa mən də deyirəm ki, dünyada ən güclü oynayan mənəm, hə? Nə deyirsən, sınavdan keçirdək ya yox? Niyə də yox? Mən bugün Leyla gilə elçiliyə gedəcəm. Siz də PlayStation oynaya bilərsiniz. Nə deyirsən? Deyirsən çempion sənsən, mən də deyirəm çempion mənəm. Çempion mənəm. Oynayaq? Oynayaq. Dəqiq? Dəqiq. Amma şərt qoyuram. Oyunu yarımçıq buraxmaq yoxdur. Mən razı. Yaxşı. İndi görəcəyik. Görərik. Mən sən udum, sən də bax. Keçən dəfəki deyil, ha? Görəcəyik. Görəcəyik. Bax, bu dəfə uduzacaqsan, görəcəksən. Mən sənə demişəm ki, mən daha güclüyəm. Mən daha güclüyəm. İndi baxacağıq ona. Baxarıq. Alar.
Hadi çekil. Anar. Sen otur danışma. Sen sus. Dur yapma. Yine ne istersen ha? Bezmedin. Sana neçə dəfə deməliyəm ki, ailəndən uzaq ol. Neçə dəfə deməliyəm? Əlimi çək. Karsan sən. Əlimi çək, qadın var, uşaq var, əlimi çək! Şərəfsiz. Səndən soruşan yoxdur nə etməliyəm. Anar bəsdir. Sən otur yerində. Bezmedin, nə qədər olur? Sənə çatmır, yoxsa sənin beynimə yeritmək lazımdır, ha? Mən yolum taparam, problem yoxdur. Sənə sonuncu dəfə deyirəm, eşidirsən məni? Əlimi Sənə sonuncu dəfə deyirəm. Mənim əsəbimlə oynama, əlimi çək! Nə edəcəksən? Anar çıx get. Ata get. Ne olar get. Xahiş edirəm get. Yabır eləmə bizi ata. Xahiş edirəm çıx get. Biabır oldu yenə Anar. Üzülü sahip. Deyirəm bəlkə gedək, ha? Hə ana, gedək. Yaxşı, siz gedin, mən hesabı verib gəlirəm. Uf, Anar, niyə açmırsan? Alo Anar. Hardasan? Ayda Anar demişdim axı gecikmə. Bugün elçiliyə gedirik axı. Yaxşı gəl. Xahiş edirəm gecikmə. Öpdüm. Sağ ol. Ay. Asil, bax qırmızı yarlıq da almışam. Üzüyü də qoymuşam. Şokolad burada. Bəsdir də. Dəhriyə gedək də çox şey lazım deyil ki. Narahat olma, yaxşıdır. Üzüyü öz üzüyü qoydun, hə? Əhd eləmişdim də. Civan. İlkin axı mənim ilkimdir. Əhd eləmişdim ki, anamdan qalan üzüyü ona verim. Qoydum bura. Amma yaxşıdır, oğlanma, kövrəlmə. Heyecanlıyam. Əlim ayağım əsir, heç gecə də yatmamışam. Yaxşı olacaq hər şey, hə? Əlbəttə yaxşı olacaq. İlkin xoşbəxt olacaq, sevdiyi qızla evlənəcək. Bundan gözəl nə ola bilər ki? Heç nə. Heç nə. Ürəyini sıxma. Hə, gedim hakimə gül demişdim. Hələ də gəlib çıxmayıb. Gedim görüm harda qaldı. Hadi gedim hazırlaş. Sağ ol. Xoş olsun.
Nə yaxşı axşam görüşmək istədim. Sevindim. Hem senin için darlıktım hem de istedim biraz söhbət edeyim seninle. Mən Ben eminim ki bu hayatta senden başka bana hiç kes başa düşmür. Anlamır. Ona göre istiyorum ki senden biraz söhbət edeyim. Mən də. Sən mənim canımsan, ürəyimsən. Yaxşı ki varmısan. Öyle sen de. Sen benim için her şeysin. Hem sevgilisin, hem əsl dostsan. Etibarlı, sadik, səmimi. Sen yanında olanda öyle bilirəm ki, özümlə təkim. Ay Allah. Heç olmasa balamı xoşbəxt elə. Hakim. Alo. Xanım bugün icazəliyəm, sabah işdə olacağım. Yaxşı. Oldu, sağ olun. Onlar harda qaldı ye? Gel. Hoş geldin. Sağ ol Aysel, sağ ol. Necəsən, nə olub? Şimdi necə olacağım? İki küçə qalıb çatmağıma yatıb qalmışıq tıxacda, maşında. Səslər, siqnalın səsi bir tərəfdən beynimə işləyir. Bu cəmaat elə bir ki, siqnal verməklə yol açılacaq, hamı çıxıb gedəcək. Yaxşı da əsəbləşmə. Şəhərdə yaşamaq belədir də. Ürəyini sıxma, Anar. Biz də hazırıq. Necədir? Əladır, yaxşıdır. Anar. Dəqiq tıxac məsələsidir. Tıxac məsələsinə oxşamır. Düzünü de. Anar, mənə düzünü de. Nə olub? Nə olacaq Aysel? Nə olacaq, ha? Murad sənə görə mənə nifrət edir. Sənə görə Aysel. Necə yəni? Niyə? Murad da məni görmək istəmir, Aysel. Başa düşürsən, ha? Mənim oğlum da məni görmək istəmir. Hamısı da sənin günahındandır. Sənin, Aysel, sənin! Bitti Aysel. Bitti. Bırax. Aysel, ayrılıram səndən. Ayrılıram. Bunu baş-başına sox. Qayıdıram ailəmin yanına, qayıdıram Nigarın oğlumun yanına. Başa düşdün məni? Qayıdıram!